Neçəyə baxaq? 53'e 53'e kadar bakmıştı dedi. Elə gördüm videoda. Okey. Tərtib elə. Education Center verib. Linear istəyir 2-yə bölünürsə, yəni simvolların sayı 3 saydadırsa, baxaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. Deməli, el salına baxmayacağıq. Buna baxacağıq. Verib burada len s 5-dən 10-a qədər. Neçə eləyir bu 5-dən 10-a qədər? İkisi olan baxmağa ehtiyac yoxdur hardan hara qədərdir. Çünki ümumi uzunluğunu istəyir də. Bu olacaq neçə dənə bizdə? 5, 6, 7, 8, 9. 5 dənə olurmu? 5-dən axıra qədər olan hissəni istəyir bizdən. 5-dən axıra qədər olan hissədən elə bil ki, bax 0, 1, 2, 3, 4, 5. Buradan başlayırıq saymağa. Və axıra qədər A simvolunun sıra nömrəsini istəyir. Deməli, sıfırıncı hədd budur. Birinci hədd budur. 2, 3, 4, 5 olacaq. Deməli, A-nın qiyməti oldu 5. Düzdürmü? Daha nömrələməyə buradan başlamırıq da. Çünki ki, dünənləri dedik, kəsik olanda kəsikdə hardan kəsmişiksə onu sıfırdan başlayıb nömrələyirik. Və Ama daha əvvəldən saymışam ona görə. deməli s.count A S-in içində A-ların sayını istəyir. Kiçik A-ların sayı 2 dənədir. Düzdürmü? Find T. Demək, T-nin sıra nömrəsini istəyir. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 olacaq da bu da düzdürmü? 2-dən Müəllim 11-ə orada qədər niyə T-ni 0, T-ni 6 götürmürük ki? Bəs yeni nömrələmə ilə götürmürük Education Center-dan. S hanı? Bu burada kəsib. Amma S ayrıca kəsib kimi yazmayıb axı. Başa düşüldü Hə, öncə. birinci Yəni heç count-a bərabər aiddir. kəsi yoxdur. Ona görə hər dəfəsində birinciyə qayıtmaq məcburiyyətindəyik. Mhm. 2-dən 11-ə qədər 9 dənə olacaq da, düzdür? 9-un da üstünə 15 gəl. 9-un üstünə 5 gələndə 14 eləyir. C variantı. Növbəti sual. Demək, Olmasa 52-yə 73. baxardıq. Neçə? 52-yə baxardıq. Buralarda səhvlərim çoxdur çünki. Okey, baxaq. Deməli, bunu capitalize edib. Yəni, Y-sı Birinci hərfi böyük, böyük, qalanlar kiçik. yerdə qalanlar kiçik. Yəni, digər. Sonra Sonra A-nı A-nın plus əvəz eləyir. plus birisini əvəz elədik. Deməli, Y plus D, Y, G Plus plus R. R. Sonra nə iş görmüşük burada? 1, 2, Deməli, birincidən 9. başlayaraq hər biri üçün nə edirik? Yenə ortada R söhbəti var burada. Əvvəlcəliklərimiz Y-ni kimidir. götürürük. Aha. Ondan sonra Yox, birinci belə götürürük də Y plus. Düzdürmü? S-I, S-I. Sonra neyini etdik? Plus'u götürürük. Plus. Bir plus'u buraya yazıram, bir plus'u da buraya yazıram. Düzdür? Sonra bu plus'u götürürəm. Birini buraya yazıram, birini buraya yazıram. Sonra D-ni götürürəm. Birini buraya yazıram, birini buraya yazıram. Düz. Sonra i götürürəm. Birini buraya yazıram. Bu hissəni silək. Bir aydın görə bilək. Birini də buraya yazıram. Sonra G-ni götürürəm. Birini buraya yazıram, birini buraya yazıram. Sonra plusu birini bura, birini bura. Yenə plus var. Yenə birini bura, birini bura. R-nı da birini bura, birini də buraya yazıram. Deməli, bu 3-dən axıra qədər olan hissəni götürür. Düzdürmü? Elə bir ki, 3 G-dan 0, başlayır. 1, 2, 3, 2-dan başlayaraq axıra qədər düzür. Ona görə gid olmalıdır. Orada mənim cavabı D veriblər. Burada Y, 2 dənə Y-dır. Hə, bu Y olmalıdır da. Ona görə birincisində səhv elədik də. Biz Y-ni götürəndə elə bil Y, boş sətir Y. 2 dənə Y olmalıdır. G idi, plus, Y, axıra qədər o kimi götürdük. Bir dənə qalır.
Başlanğıcdan 3-ə qədər olan hissə bunu gətirib axıra yazır da elə bil. Bax bunu R plus plus. plus belə yazır. Hı. Sonra 54. 54. F sətrindəki rəqəm simvolların sayını. Belə A variantı deyil. Yanlış olan C veriblər. Hə, yanlış olanı istəyir. Mən elə bildim doğrunu istəyir. Bax, bu düzdür. Düzdür, rəqəm olduğu üçün şərt. İkincisində bu da düzdür. Əgər bu götürdüyümüz simvol rəqəmlərin içindəndirsə, onda seni bir vahid artır. Bu da düz olur. Bizə səhv olanı istəyir. Int si. Baxaq görək burada xəta nədir. Hə, burada baxaq görək. Burada səhv yoxdur axı. Bircə saniyə. Hə, burada xəta bilirsiniz nə olacaq? Bunu bütün simvolları intə çevirmək olmaz, xəta verəcək bu bax. Bilirsiniz məntiq səhv nələrdir? Elə bil ki, deyək ki, məsələn A1, 2, tutaq ki 1, B belə bir şey yazmışam. A-nı götürüb burada yerinə qoyanda birinci bunu hesablayıb sonra şərt nəzərə almalıdır axı. Bunu intə çevirmək olmur. Yəni burada Aydındır? məsəl üçün verilən S, yəni daxil edilən sadəcə rəqəmlərdən ibarət olmalı deyildi. Sanki şərtdə elə bir şey verilmiş. Elə demir ki, daxil edilən sətirdə rəqəmləri saysın deyir. Yəni Başa orada həft düşdüm. ola bilər, boşluq ola bilər, rəqəm ola bilər, nə olur Int ola olsun. bilməz ki, int sadəcə rəqəmləri rəqəmə çevirir, hərfi çevirə bilmədiyi üçün Evet, aydındır. değil. 56, 57. 55-ə baxardıq mənim canım. 55. Deməli, bax, sayırıq, dənə-dənə götürürük də bunların. SI A-ya bərabərdirsə, həmin A-nın indeksini çıxışa veririk və break edirik. İlk A simvolu. Ha? Bəli, ilk A simvolunun indeksini çıxışa verir. Tamam. Sonra 58. 56 da dedilər deyəsən. 56, 57 var deməli. Proqramların hər birinin icrası zamanı S-in girişə verilmiş qiyməti anka ifadəsi olarsa, uyğunluğu müəyyən edin. Deməli, burada bir-bir götürürük. X-la i deyir də. I nədir? 0 məsəl üçün birinci addımda olur da elə. Deməli, A 0, N 1, K 2, A 3. Birinci cavabı budur. Çünki birinci X gəlir, sonra i-ni çıxışa verir. Sonra burada X burada birinci olacaq 0. Sonra nə olacaq? Sonuncu elementi istəyir də bizdən. Düzdürmü? Sonuncu elementimizdə nə olacaq? A. Sonra 1 K. Sonra 2 N. Sonra A. Deməli 3 A. Aydın deməli. Üçüncüdə yenə X də ona uyğun olanı. Birinci yəni 0 Bəli. məsəl üçün ona uyğun A, sonra N. 0 A, 1 N, 2 belə gedəcək. Aydın deməli. Çox sağ olun. 57. Deməli, burada məntiq nədir? Əgər A simvolundan böyükdürsə, K plus i olur. kiçik hərflərin hər biri, bax məntiq nədir? Kiçik hərflərin hər biri böyük hərflərin hər birindən böyükdür. Böyükdür. Burada kiçik hərfləri sayırıq. İçində Onların hər kiçik dəfəsində hərflərin indekslərini toplayırıq. Mhm. Böyük hərflərin isə indekslərini yanaşı yazırıq. Başa düşüldü? Çünki string. Else halı üçün. Elə bil ki, bax, kiçik hərflər
Bax, A-nı götürürəm. Bax, 0, 1, 2, 3, 4, 5, 6, 7-dir, düzdür? Hı hı. A-nı götürürəm, 0 götürdüm, yazdım. R bərabər oldu 0. Sonra 1 üstə gəlinsin 2, 2, 3. üstə gəlsin 3. Bura 4 Aşağıya 3, yazacaq. 4 yazırıq. Sonra üstə gəlsin 5. Sonra burada da 6, 7 bitdi. aşağıya. 6 ilə 7 bura yazılacaq. Sonra da R-in üstünə string K-nı gəlmişik. Bu cəm neçəyə bərabərdir? 11-ə bərabər deyil. Onda Hə, olacaq 0, 4, 67, 11. Hı hı. Aydındır mənim. Sonra 58. Deməli, əgər A, kiçik A-dan fərqlidirsə və böyük A-dan da fərqlidirsə, yəni ya kiçik A ya da böyük A deyilsə, R-in üstünə i gələcək. Proqramın icrasından sonra hansı sətirlər üçün dövrün gövdəsində şərt ən azı 3 dəfə ödənilir və ekrana 15-dən böyük natural ədəd çap olunur. Başa düşmədim. Şərt 3 dəfə ödənilir. Şərt 3 dəfə ödənilsə, nətər 15-dən böyük ədəd ala bilərəm ki, cavab? Elə mən də qaranlıq orada qaldı. Kiçik A-dan və böyük A-dan fərqlilərin indekslərini topladım. Tutaq ki. İndekslərini Onun üstü toplamıraq, özlərini götürür, yazır yan yana. R plus I. R plus i-də i indeksi elə burada for i-in s-dir. S sətrinin Ha, simvollarını götürür. Məsələn, deyək ki, bunu daxil eləsən, birinci bunu yoxlayacaq. Sonra bunu yoxlayacaq. Gəl, bu şərtdə səhvliyi var. Prosta şey eləyək də 15-dən böyük natural ədəd çap olunar deyir. 3 dəfə olacaqsa 3 dənə hərf ola bilər, başqa şey ola bilməz. Müəllim, əl çəkdi cavab verdi. Məsəl üçün, üçüncünü qoyub yoxlasaq yerinə. Yox, deyək ki, bilmirik də. Yəni ən azı 3 dəfə deyirsə, bu yəni ikisindən biri artıqdır da. Ekrana 15-dən böyük natural ədəd çıxışa verirlər deyirsə, deməli 15 dənə olmalıdır. Bəli. 3-dən 3 dəfə ödənən nə deməkdir ki, nəyimə lazımdır ki, 3 dəfə ödənmə şərti? Burada məsələn bax A-dan böyük və kiçik A-lardan fərqli simvolların sayını istəyir də. Burada neçə dənədir? 5 dənədir. Bəlkə 3 dənə fərqli hərf mənasında deyir müəllim onu. Fərqliləri istəmir ki, o bizdən. Bəlkə nəsə onu qeyd eləməyə çalışıblar. Yox, yəni mən çox məntiqsiz bir şey, şərt artıqdır. Bu artıqdır, bax. 3 dəfə ödənilər söhbəti artıqdır. Ekrana 15-dən böyük natural ədəd deyirsə, yəni 16, 17 olanı tapmalıyam. Və A-ları silək. Sayaq yerdə qalanları 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12, 13, 14, 15. Sonra burada A-ları silək. Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. Sonra buna baxaq. A-ları silək. A-ları silək. A-nı silək. A-ları silək. A-nı silək. Neçədən oldu? Fərqli simvol. 1, 2, 3, 4, 5, 6, 7. Sonra demək Elə yəqin o mənadadır. Mənim 3 5 6 ödənəcək. Orada çünki daha çox oldu. hə, sadəcə bu şərt artıqdır. 3 dəfə ödənilər nə deməkdir? Neçə dəfə ödənirsə, o sayda bizdə şey var. Orada simvol olacaqlar burada. Çünki hər bir simvolları götürürəm axı. Bəli. Sonra 6-cı sual. 59. 59. Proqramın icrası zamanı yalnız ingilis əlifbasının böyük və kiçik hərf simvollarından təşkil olunmuş sətir girişə sətir
Girişə verildikdə 8 qiyməti ekrana çap olunmuşdur. Ən kiçik uzunluqlu neçə belə müxtəlif sətr girişə verilə bilər? Deməli, S-nin qiymətini hesablayırıq. 8 qiyməti ekrana verilib. Deməli, burada dövrün gövdə hissəsi neçə dəfə icra olunub? 2 üstündə 3 3 dəfə oldu. deməkdir. Yəni, 3 dəfə icra olunub. Bəli. Ən kiçik qiyməti istəyirəmsə, onda S-nin üstünə S üstə gəlin 3 vur 9 böyüdür, bərabərdir 30 yazacağım. Onda S böyük bərabərdir 3 olacaq. Düzdür? İngilis əlifbasının böyük və kiçik hərfləri deyirsə, deməli 3 hərfli sözlərin sayını istəyirlər. Neçə dənə 3 hərfli söz ola bilər? 52 hal, 52 hal, 52 hal. Neçə olacaq bu da? 52 üstündə 3. Başa düşüldü? Bəli. Növbəti. 60-cı sual. Neçə? 60. Bəli, müəllim. Orada sözlərin sayını tapmır proqram. Məşhur bu da. 1, 1. Hər bir sözün uzunluğunu çıxışa verir də. Elə bir ki, bax, uzunluğu sayır, boşluqdan fərqlidirsə, sayır. Boşluğa gəlib çatanda dayanır. Hı. Elə olan Evet. halda misal üçün hər bir sözü çıxışa verirsə, onda sözlərin sayı olmur, müəllim. Yox. Hər bir sözün uzunluğunu çıxışa verir axı. Hə, yəni si elə sözün özü də Bəli. saydı boşluqda artıq dayanır. Bəli, yine. Aydındır mənim. 62, 63. Proqramın icrası zamanı onluq say sisteminin simvollarından təşkil olunmuş. Bu tipdə bir dənəsini eləmişdik. 625 çıxıbsa 625 5 üstü 4. Deməli, proqramın gövdəsi 4 dəfə icra olunub. S plus 3 vuruldu 4 böyük bərabərdir 17. Deməli, S plus 4 vurur, böyük bərabərdir 17, S böyük bərabərdir 5-dən. Deməli, 5 olacaq da, düz. Bəli. Bu sadəcə cavab açıq. Mən Y götürmüşdüm. O 10 niyə üstü 1. çıxır? Niyə 111 hardan gəldi ki ora? Aa, bəlkə belə düşünüb. Neçə belə sətr girişə verə bilərdik də biz ən kiçiyini tapdıq. Bu nə deməkdir? 10 üstü 5 birincisində. Amma indi burada çox da ola bilər axı. Məsələn, belə də ola bilər də. İndi biz bir də nə etməliyik? 3 qiyməti ilə yoxlamalıyıq da. S üstə gəlinsin 3 vuraq 3. Kiçikdir bərabərdir nədə? Kiçikdir nədə? 17-dən. 7-dən. S kiçikdir neçədən? 8-dən. 9, 8. Deməli, S-in qiyməti neçə ola bilər? 7 ola bilər, 6 ola bilər, 5 ola bilər. 5 olanda 10 üstü 5 olur. 6 olanda 10 üstü 6 olur. 7 olanda da 10 üstü 7 olur. Düzdür? Onların necərindən 10 üstü 5-i çıxarsaq mötərizə Bəli, xaricinə. 10 üstü 5-i çıxardım mötərizə xaricinə. Onun kvadratı 10 üstü 1, bir də 1. Bu da 111 vurulsun, 10 üstü 5 olub. Mənim üzr istəyirəm, 61-i izah elədiniz. Mən ekrandan uzaqlaşdım 2 dəqiqəlik, bilmədim. Yox, izah eləməmişim. Biraz zəhmət olmasa baxarıq. Tamam. Onda müəllim, burada biz elə bil ki, ilk şərtə baxmırıq. Biz onun kiçik olduğu şərtə baxırıq yalnız. Hər ikisinə baxdıq da. Həm böyük, həm kiçik olduğu halları hər ikisini yoxladıq ki, neçə dənə belə mümkün hal var, onları tapaq. Sadəcə məsəl üçün birisində biz aldıq 10 üstü 5. Birisində amma 111 vurulsun 10 üstü 5. Ona görə deyirəm ki, məsəl üçün niyə Y-ni götürmədik? Məsəl üçün birinci hal üçün A-nı götürdük. Ən kiçik halda desəydi 10 üstü 5 götürərdik. Burada əgər sorsaydı ki Nə bizdə, üçün? məsələn, ən kiçik qiyməti üçün neçə belə müxtəlif sətr girişə verilə bilər? Hə, onlarda 10 üstü 5. Bizdən amma onu istəmir axı. Aydındır, aydındır.
61. Bu 17'den kiçikdirmi? Elə 17-dir deyəsən, hə? Bəli, 17-yə bərabər olur. 17-yə bərabər. Elif Deməli, halına bax. baxaq. Elif halına baxacağıq. Buna. Deməli, burada da nə iş görürük? A-ların sayı neçə dənədir burada? 3 dənə. Bir də 3-dən 15-ə qədər neçə dənə var? 12 dənə. Toplasam bu eləyir 15. Sonra burada nə baş verir? Deməli, bunu tapaq. Birinci neçə eləyir bu? Burada xəta buraxdı. Dön görək. Bir saniyə. Hə, yox. Deməli, bu neçə eləyir? 7 eləmir. Hı, 7. Bir də burada 5-dən axıra qədər simvolların arasında onun sıra nömrəsini istəyir. 0, 1, 2, 3, 4, 5. Bu 0-cı hədd olacaq da. 1, 2, 3, 4. Düzdür? Bəli. Bəli. Onumuz oldu 4-cü. 7-dən 4-ə getmək imkansızdır axı. Elə ona görə qaldım mən ki, 0 eləyəcək bunun uzunluğu. a, Boş sətir çıxışa verəcək bu. 0 olacaq uzunluğu. A, B-dən böyükdürmü? Hə. Onda bunu çıxışa verəcək. A üstə gələk B 15. Üstə gəlinsin L'nin S vurulsun 2. 17-ni 2-yə vuranda 34. Üstə gəlinsin 2. Plus 2. 36, 51. Amma hə 51 cavabı var. Başa düşüldü. ha deməli böyük indeksdən kiçik indeksə gedəndə boş sətir. Məsələn belə olanda deyək ki 7 4 olsa. Bu Bəli. bizə boş sətir verir. Hmm. Ki onun diqqətimdən çıxıb. Ya da xatırlamırdım elə bir şey. Hı -hı. Sonra neçəyə baxırıq? 63. Bunda bir boşluq simvolu sözlərdən ibarət. İngilis dilindəki S sətri üçün nəyi çıxışa verir? Deməli, burada nədir? Bu böyük hərf olduğunu yoxlamalıyıq. Düzdürmü? U çıx 1. Deməli, birinci simvolunun böyük hərf. Sonuncu simvolunun nə olsun? Kiçik hərf. Əvvəli böyük hərflə başlayıb kiçik hərflə bitən sözləri. Mənim uçuq 1-ə görə yəni bildik ki, o sonuncu hərfi kiçik Bəli, olması. bəli. Len uzunluqdur. Məsələn, deyək ki, belə götür də. Deyək, Aydındır mənim. alma sözü 0, 1, 2, 3. Burada len tutaq ki, bu A sətridir. Len A çıx 1 nə olacaq? 4-dən 1-i çıxanda 3 eləyir də sonuncu simvol olur. Aydındır mənim. Müəllimlər, 2 dəqiqə mən özürlü sayım. Qapıda ölür, baxın kimdir. Gəldi.